Değerli izləyicilərim, Allahın salamı olsun hər birinizə. Yenə bu günləri gözəl bir ekskluziv bir variantla, təcili bir variantla qarşınızdayım. Kərbəla, evin qabağına bax bir dənə. Gör nə gözəldir bax, qardaş. Bax, kamera sisteminə qədər evdə. Full əşyalı. Ev nə? Həyatın bir anı. Qardaşım, qiymət də nə? Həmişə deyirəm, 114 əmlakda olan qiymət 4 sotda. 4 sotda, qardaşım, bax, gəl evimizə, Kərbəla, gəl həyətə, bax, həyətə bax, besetkasına qədər həyətində, hələ bunun gecə mənzərəsini görəsiniz, çöldə gecə işıqları ilə qapısı yanıb, dəyərli izləyicim, həqiqətən xudmani deyil, 4 sotdur, qardaşım, 2 sot qabaqda, 2 sotda arxasında, çox gözəl bura bir proyekt verib, işıqlandırma verib. Yəni, hər bir şey özü full əşyalıdır. Full əşyalı. Bir dənə evdən cəmi çıxır, paltaryon, televizor, bir də soyuducu. Arxanı bir dənə göstərim, qardaşım. Gəl bura, o qalan 2 sotda göstərim. Bax, Kərbəla, bura evimizin böyür hissəsidir, bax. Gəl bura, bax, buradan. Bax, girdin. Bax, buradan belə, bax, 2 sotda boş ərazidir. Burada kimə istəyirsən, həm tik saat, həm övladın üçün, qardaşın üçün, yaxınları üçün, tik pay ver. Bax, 2 sotdur, bax, oradan da qapı yeri də var. O da görsən, Bağça Sarayın binalarıdır, bax, başa düşdün. Gəl gedə evin içində göstərim sizə, dəyərli izləyicilər. Şəbət, daxil olduq evimizə, deməli. Bax, bu kermaqrayətlə üzlənmiş bütün hissələr, hamısı istif oldu. Bax, belə qəşəng, görsən, güzgü ilə burada yığılıb. Wi-Fi-nə qədər, bax, kamera sistemi, bax, görsən, hamısı, bax, hamısı görsənir. Burada da yenə dediyim kimi elektronika xaric hər bir şey yəni qalır, qardaşım. Bax, gəl, Kərbəla. Qardaş deyir ki, tək pərdələrə 2400 manat pul vermişəm. Tək divana deyir, qardaş deyir, 1700 manat pul vermişəm. Bax, hamısı yəni qalır. Hamısı qalır içində. Gəl bura, qardaşım. Bax, bu yatağıdır, bax, bu da içində qalır. Hamısı qalır. Qiymətə bax. Deyim qiyməti. Yaxşı, buranı da göstərim, sonra deyim. Bax. Hər otaq başqa bir, belə deyim də, ekskluziv bir otaqdır. Cəmi cümlətanı, qardaşım. Bu evin qiyməti 79.000 manat, 4 sotda full əşyalı. Bax, burada bizim hamam sanuzelimizdir. Allah alanı da satan da xeyir versin, Kərbəla. Yəni, belə gözəl evlər dəyərli izləyicilərimə qismət olsun inşallah. 4